Hər vaxtınız xeyir. 9 Mart qəbuluna düşmüş bu xarab saat sualı əvvəlki xarab saat sualından fərqlənir. Əvvəlki xarab saat sualında müəyyən xətalar olsa da, bu sualda heç bir xəta yoxdur və çox çətin sual hesab olunur. Lakin bu sualı elə sadə bir metodla sizə təqdim edəcəm ki, siz bu sualı növbəti imtahanlarda çox rahatlıqla tapa biləcəksiniz. Bu videonu biz hal-hazırda çəksək də, aprelin 5-i ya da 4-ü paylaşmağı planlaşdırırıq. Çünki aprel ayının 6-sı imtahanından çox tez bunu paylaşsaq, artıq sual ifşa olmuş olacaq və imtahanda rastımıza çıxmaya bilər. Lakin biz bu sualın izahını imtahandan bir gün öncə paylaşaraq, bütün tələbələrin imtahanda bu sual yazmağına şərait yaradacağıq. Və siz YouTube'da bundan əvvəlki xarab saat suallarında da mənalı, mənasız onlarla videolar və onlarla düsturlar görmüşdünüz. Hansı ki, o düsturların əksəriyyəti saatın orijinal həllindən törənmişdir. Saatın orijinal həllini də ilk dəfə mən paylaşmışam. Bu sualında orijinal həllini, yəni qavranıla bilən, başa, beynə girə bilən həllini ilk dəfə paylaşıram və mən bunun üçün düstur filan yaratmaq niyyətində deyiləm. Mən belə deyim, savadlı versiya üzərində işləməyə meyilliyəm və çalışıram ki, siz bu mövzunun mahiyyətini dərk edəsiniz. Özünüz nəinki bunu, bu tipdən düşə biləcək bütün sualları həll edə biləsiniz. Gəlin sualla tanış olaq. Böyük ehtimalla bu videonun izahından sonra YouTube'da onlarla bu videonun plagiatlarını görəcəksiniz. Amma yenə də ilk orijinal və ilk ən ağla batan həlli mən paylaşmaq istədim. Siz də inşallah imtahanda uğurla yazarsınız bu sualı. Dəqiq işlənmiş əqrəbli saatı 13:00 göstərəndən sonra 2-3 dəqiqə sonra yalnız kiçik əqrəb, saat əqrəbi 2 dəqiqə vaxt ərzində sürətini 4 dəfə artırır. Sonra əvvəlki sürətlə işləməyə davam edir. Bundan sonra əqrəblərin ilk üst-üstə düşmə anı reallıqda saat neçəyə uyğun gəlir. Gəlin bunu sizə bir saat nümunəsi üzərində izah edeyim. Yoldaşlar, saat 13:00, yəni 1 tamam. Bu 1, bu da tamam. Bu halda əqrəblərin arasında 30 dərəcəlik bucaq var. Bilirsiniz ki, dairəvi diaqram 360 dərəcə olur. Dəqiqə əqrəbi bir tam dövr vuranda 60 dəqiqə keçmiş olur və 360 dərəcə fırlanmış olur. Bəs dəqiqə əqrəbi, buradan da yazıram, dəqiqə əqrəbi. Bəs o 1 dəqiqə nə qədər hərəkət eləmiş olur? X, buradan da X-i tapacaqsınız 6 dərəcə. Saat əqrəbi isə 60 dəqiqəyə, yəni tam 1 saata, dəqiqə əqrəbi 1 saat keçəndə o cəmi 1-dən 2-yə, ya 2-dən 3-ə, ya da 3-dən 4-ə cəmi bir şkala hərəkət edir. Bu şkala da, yəni buradan bura kimi 30 dərəcədir. 60 dəqiqəyə 30 dərəcə hərəkət edir saat əqrəbi, bəs 1 dəqiqəyə nə qədər hərəkət edir? X bərabərdir 0,5 dərəcə. Yoldaşlar, bu belə sizə lazım deyil. Siz imtahanda yadda saxlayın. Saat əqrəbi 0,5 dərəcə hərəkət edir. Dəqiqə əqrəbi isə 6 dərəcə hərəkət edir. Bunları yadda saxlamağımız bəsdir. Deyir, saat 13:00 yazıram. 13:00. Neçəsə dəqiqə sonra əqrəblər üst-üstə düşəcək. Təxminən bir 5-6 dəqiqəni yazıram ki, məntiqini başa düşəsiniz və körtəbii şəkildə digər, belə deyək, savadsız düsturlar və yaxud mənasız həllərlə sualı həll etməyəsiniz. Mahiyyətini özünüz dərk edəsiniz. Sabah bu sualda əqrəb geciksə də, irəli getsə də, dayansa da, siz cavabı düzgün tapasınız. Baxın, təxminən 13:08-ə kimi yazdım ki, mahiyyəti dərk edəsiniz. Saat və dəqiqə əqrəblərinin üst-üstə düşməsi onların arasındakı bucağın 0 dərəcə enməsi deməkdir. Düzdür? Bəs bu dəqiqə və saat əqrəbləri arasında neçə dərəcə var? 30 dərəcə var. Deməli, o fərq azalmalıdır. O fərq 0-a enməlidir. Fikir verin, dəqiqə əqrəbi 0-da dayanır,
Saat əqrəbi 30-da. Təbii ki, bura 60-cı dərəcədir, bura 90-cı dərəcədir və s. Deməli, saat əqrəbi 30 dərəcədə dayanır, dəqiqə əqrəbi 0-dır. Yoldaşlar, bir dəqiqə sonra nə olacaq? Dəqiqə əqrəbi 6 dərəcə hərəkət edəcək, 6-da dayanacaq, 6-cı dərəcədə. Saat əqrəbi yarım dərəcə, olacaq 30,5. İkinci dəqiqədə bu yenə 6 dərəcə artıracaq irəli getdiyi vaxtı. Bu da yenə yarım dərəcə, olacaq 31. Yenə bir dəqiqə sonra bu olacaq 18, bu olacaq 31 yarım, düzdürmü? Fikir verin. Deyir ki bizə, 2-3 dəqiqə saat əqrəbi, dəqiqə əqrəbi normal işləyəndən sonra saat əqrəbi sürətini 4 dəfə artırır. 4 vurulsun 0,5 dərəcə, eləyir 2 dərəcə. Yoldaşlar, indi bu 6 dərəcə sürətini artıranda, bu 6 gedəndə, bu artıq 0,5 yox, 2 dərəcə getmiş olacaq. Olacaq 33 yarım. Yenə bu 30 olanda, 30 dərəcə olanda, bu yenə 2 dərəcə hərəkət edəcək, olacaq 35 yarım. Və deyir 2 dəqiqə belə hərəkət edəndən sonra yenidən normal davranışlarına geri dönürlər. Yəni bu 36 olanda, bu da olacaq 36. Bu 42 olanda, bu da olacaq 36,5. Bu 48 olanda, bu olacaq 37. Fikir verin, nə zaman saat və dəqiqə əqrəblərinin bucaqları eyni oldu? Yəni onların fərqi 0 dərəcəyə bərabər oldu. 13,06-da. Deməli, 13,06 bizim düzgün cavabımızdır. Baxın, bu cür ağır sualı sizin üçün bir dəqiqəlik həllə gətirdim. Və bu həllə siz həm gecikən, həm irəli qaçan, həm dayanan istənilən sualı həll edə bilərsiniz. Yenə vurğulayıram. Siz bugün bir xarab saat sualı görə bilərsiniz. Sabah başqa bir xarab saat sualı, 2 il qabaq başqa bir sualı. Bu həll metodu bütün xarab, yavaş, zəif sürətli və yüksək sürətli saatların həllidir. Mən sizə kiçik bir düstur verib sadəcə bu tipi həll etdirməyə çalışmadım. Sizə ətraflı izah verərək bu tiplərdən olan bütün sualları həll etməyinizə şərait yaratdım. Bir də diqqətlə dinləyin. Saat əqrəbi, dəqiqə əqrəbi. Saat əqrəbi hər dəqiqədə 0,5 dərəcə, dəqiqə əqrəbi 6 dərəcə hərəkət edir. Saat 13:00 idi. Saat və dəqiqə əqrəbi arasında 30 dərəcəlik fərq var idi. Yazdım, saat əqrəbi 30-cu dərəcənin üstündə dayanır, dəqiqə 0. Hər dəqiqədə fikir verin, 1 dəqiqə artdı saat, bu 6 dərəcə artdı, bu yarım dərəcə. Yenə 1 dəqiqə artdı, 6 artdı, yarım artdı. Yenə 1 dəqiqə keçdi, 6 artdı, yarım dərəcə artdı. Deyir 2-3 dəqiqə normal işləyəndən sonra növbəti 2 dəqiqədə əqrəb 4 qat sürətlə hərəkət edir. Yəni yarım dərəcə yox, saat əqrəbi. Yarım dərəcə yox, 2 dərəcə hərəkət edəcək. Fikir verin, bu 6 artanda bu artıq 2 dərəcə artır. Bu 6 artanda bu 2 dərəcə artır. İndi məsələyə baxın, sizə həllimin düzgünlüyünü sübut edirəm. 13,06-nın belə deyək, bucağını tapaq. Gəlin buradan hesablayayım sizin üçün. 13,06 11D çıx 60S bölü 2 düsturu əqrəblər arasındakı bucağı tapır. Burada 11 vurulsun dəqiqə, yəni 6, çıx 60 vurulsun S, yəni saat 1, bölünsün 2. Bu da eləyir neçə dərəcə? 66 çıx 60. 6 bölünsün 2, eləyir 3 dərəcə. İndi deyəcək, Sahib Əli, bəs özün dedin ki, əqrəblər arasında 0 dərəcə olmalıydı. Niyə 3 dərəcə oldu? Fikir verin. Həmişə yarım dərəcə hərəkət edirdi. 31 yarımdan bura kimi 4 dərəcə artıq hərəkət edib. 2 dəqiqəyə 4 dərəcə gedib. Amma 2 dəqiqəyə 1 dərəcə getməliydi. Deməli, bax bu hissədə saat 3 dəqiqəlik xəta eləyib, 3 dərəcəlik xəta eləyib. Bax, həmin 3 dərəcə budur. Və beləliklə sualın düzgün həll olunduğunu da sübutunu gördünüz. Ümid edirəm ki, 6 aprel və növbəti may imtahanında
siz bu sualı düzgün yazacaqsınız. Hamınıza uğurlar arzulayıram. Ümumiyyətlə bütün kanalımızdaki bütün videolara baxmağınızı tövsiyə edirəm. Çünki bütün sual tiplərini kanalında ilk dəfə və ən sadə metodla mən izah edirəm və istəyirəm ki, siz bütün sualların həllini bilib imtahanda uğurlu olasınız. Nəinki öz tələbələrimiz, bütün ölkə tələbələri. Hamınıza uğurlar.